Salam dostlar. Bu gün rus dilində A1 səviyyəsində düzgün formada cümlə qurmaq üçün qrammatikada nəyi bilmək lazımdır, onları qısa olaraq izah edəcəm. Bu dərs ərzində A1 səviyyəsində lazım olan qrammatikanı öyrənəcəksiniz. Birinci əsas şəxs əvəzliklərdir. Ya, ты, он, она, оно, мы, вы, они. İkinci fe'lin indiki zamanda şəxslərə görə dəyişməsidir. Üçüncü isə sadə cümlə quruluşudur. Rus dilində cümləni necə qurmaq lazımdır ki, təbii alınsın. Rusda belə olur, yəni rus dilində. Kim nə edir, harada? Birinci şəxsi, sonra fe'li, sonra isə harada olduğunu qeyd edirsiniz. Dördüncü isimlərin cinsidir. Rus dilində isimlər üç cinsə bölünür. Kişi cinsi, qadın cinsi, orta cins. Kişi cinsi sonu samitlə bitən sözlərdir. Qadın cinsi a, ya ilə bitən sözlərdir. Orta cinsi isə o, yo, miya ilə bitir. Sifətlər, sifət sözlər cinslərə görə dəyişir. Məsəl üçün, kişi cinsində xaroşi, qadın cinsində xaroşaya, orta cinsdə xaroşi. Yəni, cinsin sonuncu şəkilçisi, sonuncu hərfi necədirsə, sifətin də sonu o formada dəyişir. Beşincisi, əsas sadə sifətlərdir. Onlar da ekranda qeyd etdiklərimdir. Bunları demək olar ki, çoxumuz bilirik. Altıncı sual cümlələrdir. Кто, что, где, когда, почему, как. Sual cümlələrinin quruluşu isə düzgün sual cümləsi qurmaq üçün birinci sual sözü, sonra mövzu, sonra isə fe'l. Misal üçün, harada sən harada yaşayırsan deyəndə rus dilində bu formada qurulur. Harada sən yaşayırsan. Birinci harada sual, sonra sən, sonra isə fe'l. Siz dostlar, çoxlarımız A1 səviyyəsində çoxlu sözlər bilsək də düzgün formada cümlə qura bilmirik və qrammatikanı bilmədiyimizə görə danışmağa utanırıq çoxumuz bildiyimiz sözləri. A1 səviyyəsində bu sadə qrammatika qaydalarını bilərəkdən A1 səviyyəsində normal cümlə qurmaq olar. Yəni qurmaq olur. Növbəti dərslərimizdə bu mövzuları daha geniş izah edəcəyəm. Əgər video maraqlıdırsa və davamını istəyirsinizsə, rəylərdə yazmağı, bəyənməyi və kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.